Değerli dostlar, hörmətli qonaqlar, əziz tələbələr, şagirdlər, hər birinizi bugün xoş gördük. Bildiyiniz kimi, İstedadları Tanıyan Vətəndaş İctimai Birliyi qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin kiçik qrant müsabiqəsinin qalibi olub. İstedadlar Akademiyası adlı layihəmiz çərçivəsində biz bu aylar ərzində Bakı və Gədəbəydə bir çox ustad dərsləri keçirəcəyik və bu ustad dərslərinə bugün ilk ustad dərsimiz xanəndəlik və ifaçılıq üzrə olacaq. Bundan sonra hər həftə rəsm, rəqs, instrumental musiqi alətlərində ifaçılıq, qiraətçilik, aşıq yaradıcılığı və digər sahələr üzrə ustad dərslərimiz olacaq. Hər biri qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Buna görə də agentliyə, dövlətimizə dərin təşəkkürümüzü bildiririk ki, bizim yazdığımız bu cür layihələri dəstəkləyirlər. Təbii ki, bu cür layihələrin icra olunmasında könüllü proqramının xüsusi önəmi var və bizim könüllülər arasında gənclərimiz, eyni zamanda çox dəyərli müəllimlərimiz var, hansı ki, hər biri təmənnasız öz dəstəyini göstərməyə hazırdır həmin gənclərimizin və tələbələrimizin inkişaf istiqamətində. Belə dəyərli müəllimlərimizdən bugün mən çox təşəkkür edirəm Maya xanıma, dəvətimizi elə ilk gündən qəbul etdi, xanəndə, pedaqoq bugün bizimlədir. Eyni zamanda Orxan müəllimə təşəkkür edirəm, bugün müşahiyyətdə bizə dəstək olacaq və hər biri də öz fikirlərini bildirəcək. Nargül xanım, sizə təşəkkür edirəm, İctimai Birliyin sədr müavini olaraq, layihə rəhbəri olaraq hər zaman bizimləsiz və tədbirlərin təşkilində böyük dəstəyimiz var. Dəyərli gənclərimizə və məktəblərimizə burada salamlarımı çatdırıram. Hər biri fərqli məktəblərdən gəliblər, hər birinin özünün fərqli ustadları da var, hər birinin ustadını da salamlayırıq. Söhbət ondan gedir ki, bugün ən tanınmış ustadların tələbələri də bir arada birləşərək bir dostluq köprüsü yaradacaqlar. Eyni zamanda Maya xanımla bəzilərinin tanışlığı var, bəzilərinin ilk tanışlığı olacaq. Düşünürəm ki, çox maraqlı, çox dəyərli və nəticə yönümlü ustad dərsimiz olacaq. Maya xanım, söz sizədir. Çox sağ olun. Əvvəla mən də salamlayıram sizi. Çox sağ olun ki, mənə itimat göstərmişsiniz. İllərlə bu gözəl balalarımızla, gözəl insanlarla günlərimə ustad dərsi gününə öz qəlblə istədim, qoşuldum və bundan çox şadam. Bilirsiniz ki, muğamlarımız bizə muğam Allaha çatan ündür. Muğamlarımız, muğam deyəndə Azərbaycan deyilir, yəni bizim millətimizin qanına, canına qopan bir gözəl bir Allahın ən gözəl bir nemətidir ki, ilahi pərvərdigara bunu bizim millətimizə bəxş edib. Və muğamlarımızın inkişafında, muğamlarımızın muğam sənətində olan sənətkarlarımızın yəni sənət yolunda bizə dəstək olan, bilirik ki, bizim əziz vitse-prezidentimiz Mehriban xanım nə qədər böyük işlər görmüşdü. O boyda muğam mərkəzi var, bizim muğam ocağımız. Bilirsiniz ki, mən özüm bu il qeyriyə konserti verdim orada 7 noyabr, deməli,
Zəfər günümüz 8 noyabrda mən onunla bağlı gözəl, möhtəşəm bir konsert elədim. Qazilərimizə, şəhid ailələrinə mən istəyirəm ki, bu yol davam eləsinlər. Muğama, xalq mahnılarına, bəstəkar mahnılarına bu gözəl gənclər sevə-sevə gəliblər. Bu günləri bizdən qabaq ustadlarımız olub, dünyasını dəyişənlər, Allah onlara rəhmət eləsin. Nurla dolsun onların torpaqları və bu ilki gedən muğamlarımızı yaşadan, muğamlarımıza dəyər verib, onu vaxtilə bizim gənclərə təbliğ edən ustadlara, müəllimlərə də Allah can sağlığı versin. Bizim, yəni dedim, bizim soyumuz, kökümüzdür, aşığı mahnıları, muğamlarımız, bizim musiqi alətlərimiz var ki, hamısı qədim musiqi alətləri, onları yaşatmaq bizim borcumuzdur. Biz də cəmiyyətə öz töhbəmizi, öz əməlimizlə, öz işimizlə verməliyik. Yəni, hər kəs öz gələndə o məsuliyyəti dərk eləməlidir ki, mən bu sənətə gəlirəm, mən bu sənətdən nə istəyirəm. Birinci, bu sənət Allah vergisi olmalıdır, mütləq ki, zərrə qədər sevgi olmalıdır və mütləq bir savad olmalıdır. Savad olanda, hamısı bir yerdə birləşəndə böyük bir ortalığa, böyük bir sənət rayisi olaraq gəlirsən də, bir şeylər çıxardırsan, ondan sonra da tarixdə öz izini qoyursan. Hökm deyil ki, muğam elə bəstəkar mahnılarımız, elə bizim, yəni hər bir janrımız gözəldir, amma bugün bizim söhbət muğamdan gedirsə, bizim muğamımızı yaşadanlar, yenə dediyim kimi, bugünkü gün və daim onlara mən almışlayıram, var olsun deyirəm və sizə hamımıza uğurlar arzulayıram. Sizə Rüsaylə xanım, bir dəfə təşəkkürümü bildirəm, yenə də deyirəm, etmək göstərmişsiniz. Çalışarıq ki, birlikdə, biz birlikdə güclüyük. İnşallah bu işin öhdəsindən çox layiqincə gəlir. Sizə mütəmadi olaraq sizin tədbirlər var, hər tərəfli. Uğurlarınız bol olsun, daha da sizə ürəkdən almışlayıram və uğurlar arzulayıram. İcazənizlə ustad dərsi xanəndəlik və ifaçılıq üzrə başlasın. Deməli, əvvəla bu, mən hamısın qardaşımız bizim adımız zəhmət Zakir Haliya. Qavriyedir. Mən onu Soloslar yarışmasından tanıdım. Yəni, bizim MTV kanalında gedən Soloslarda, Müvanə xanımın verilişində gördüm ki, oradan nə qədər ürəyinə bağlı bu sənətə, nə qədər sevə-sevə gəlib, özləci böyük ustadımız, bizim əziz sənətkarımız özü adını çəkdi, Zabit müəllimin tələbəsi də olub. Ondan sonra bir neçə müəllimlərin yanına özü deyəcək ki, özünün haqqında biraz... Çox sağ olun, mən də sizə təşəkkür edirəm. Mən xoş mənim almasını sizlə bilmişdim, Layıq xanım, təşəkkür edirəm. Sağ xanım sizə təşəkkür edirəm, bu layihədə deyirsiniz. Və mən burada hazırlaşmışam, Maqsədli İnanmaya qəbuluna edir. Bəstə Quliyevə tələbəsi olmuşam. Bəstə xanım, salam verir. Salam verir mən Bəstə xanımda. Əsas İnanmada bu il bitirdim inşallah, Zabit müəllimin tələbəsi olmuşam. Belə, yarışmada da qalib oldu, bütün müəllimlərimə təşəkkür edirəm. Uğurlar, bir almış istəyəsin. Qalib olasan, səsin üstündə olsun və mən əminəm ki, sən bu sənəti nə qədər sevirsənsə, onun təbliğində də öyrənib və öyrətmək qabiliyyətində olacaq ki, vaxt olar ki, deyəlim, Zakir müəllimin yanına gəlmişəm. Qoy bir şey, hansı muğamı olacaq? Bu günləri ürəyindən gələn bir hansı muğamı mən sizdən... Muğamlarımızın şahın arası muğamı. Bizimsi, təqib onlara nəsə qəlbə biləcə yaxın. Rastın bir təsrifin, hansısa təsrifin? İcazənizlə o bəyərsə, o qısaca tanışdırılır. Bilə sizdən başlayan bir zəhmət olmasa. Orxan müəllim zəhmət olmasa. Bugün icazət alətidir bizdə. Yəni inşallah gələcək dərs
dərslərimizdə, gələcək tədbirlərimizdə bütün müsabiqələrdə işləməklərimizdə olacaq. Böyük ki, muamlarımızı ən çox nazirlərlə müşahidə edirik. Və bir də hansı təsnifin, rastın hansı təsnifin? Sevməni, sevgi. Sen məni, mən sevdim, sen məni, mən sevdim, nazlı yarım, səni gözəl əldən geylər istiyarım, səni gözəl əldən geylər istiyarım, gəllərə gülər, dinlə bülbüllər, dinlə bülbüllər, gəllərə gülər, dinlə bülbüllər, dinlə bülbüllər, nazlı dilbər. Eşkim tamam, neşesi divaneliktedir. Meyhanenin melaheti mestaneliktedir. Cahilleri arifin olmaz elagesi. Ehlinin tekamülü ferzaneliktedir. Ləlin xəyali könlümə dolsa əcəb deyil. Ləlin xəyali könlümə dolsa əcəb deyil. Gizli xəzinənin çoxu bir anəlikdədir. Ayə, manə, manə, maya. Geçen başlardan bir tane bir şey diyeyim. Mahmut indi mamullar, rastlanan ayrılar. Bunlar da ayrı olabilir. Yani onun da kardeşi, bunun da kardeşi eynidir. Onların kök yani var. Biri doğdu, biri soydu. Yani köklerinde. Mahmut doğdu, rastlamış soydu. Onların ayağında ya deylədim, məsələn, məndə məcnunlam Füzulun, aşiqlik istedadı var yar, aşiqlik yar, sadiq mənəm, məcnunlam cavadı var yar, amma ay aman, o mahalində olur. Yəni, o bir damcı, balaca bir şey, onları ayırır, balaca bir kısa bir şey. Ancaq ki, yəni, onu oxular belə də olar, elə də olar, oxuyub amma əslində yəni onları ayıran bir balaca qısa, ay aman, bax olar. Amma o rasta elə əyan verirlərdir ki, ey əzizim mənəm, ey, bax bunlar belə, çox qəşəng, əla. Xalq mahnılarından, bəstəkar mahnılarından da ki, maşallah bilirəm ki, olsun. Bir dənə mesela indi bax bunu tutar, hər nə desən, inciməsən sözümdən, sən yoxman yox, qədərin özümdən. Amma biz gözəl təsnifdə oynan təsnifdir, bu da rast təsnifdir, həm mağlında, həm də rast oxumalar öyrənsə yaxşı olar. Bir dənə xalqmansı ya bəstəkar mansı hansı, ürəyinə gəl, qısa bir olmayın. Sahil sakit çəkilibdi, ay Allah. Sahil sakit çəkilibdi, ay Allah. Coşan dağlar, qayaların ucunda. Sahil sakit çəkilibdi, coşan dağlar, qayaların
ki gel qayığa gəzəyəm. Zakir bir şey diyeyim, sen bundan da yukarı sesini çıkar abi. Bəli. Ve bunu çok ben okuyorsun. Niye ben okudum? Ben okudum. Bu derste istediğin bir balaca yukarı kalkabilirsen bunu. Ola. Sahil sakin Seçimdir ayağlar. Ay, bilmek istiyorum. Yaşanda qayaları qucaqlar. Gəldəki gəl qayığa gəzəyəm. Ay, bes, sağ ol. Bravo. Alkışlayalım. Deməli, səsi istədiyin kimi hər dəfə bax, mənə də bir şey deyim. Hörmətli Ağxan müəllimim çox böyük ustadımız idi. Hamımız tanıdığımız, sevdiyimiz bir sənətkarımız idi. Amma rastı, rəhmətli Azbaba Hüseynov gəlirdi, Əraqdan mənə getmirdi. Hüseyin də Ağxan müəllimindən səsi, səs diapazonu elə idi ki, o qədər şeydi, amma o öhdəsindən gəldi, getdi, təzgah, raj, hamısı oxudu. Rastın hamısının haqqında o bütün şöbələri o yerlərə çıxmaydı. Amma rəhmətli Azbaba mənim o qədər gözəl oxudu, onu kifayət elədi ki, Əraqda vardı. Yəni bir böyük məktəb idi hər ikisi. Hər ikisi bir böyük məktəb idi. İndi səs nə deməkdir? Səs rezin kimi bir şeydir. Səsi gərək oxuduqca özün ona baxarsan ki, tələb, səs dəyişən, məsələn, uşaqlarda səs dəyişir, onlara yox, amma səndə qorxusu yoxdur, gecəmdə. Keçək, bir böyük bir uşaqdan gözləyimiz. Görün hansız, sən də gəl. Aksın nasıldır? Hə, gəl. Mən də əvvəla bayram istər, salam edirəm. Sara xanım, Nazır xanım bir işlərə təqləm alimdir. Mən də az da olsa Üniversite xanımdan dəhlələmişim. Buran sizlərə müəyyən edilmişim. Yəni, kimin əziyyəti var, bu işlər satana sağlasın. Çox sağ olun, mən oğlum. Amin, mən də yenə də salam edirəm, əlimizi keç otur. Heç bir, yəni, bu kiçik həcmli muğamlardan dəstgah şəklində öyrəndiyin olurmu? Bir də Mirzə Hüseyin Segah alfabetə Mirzə Hüseyin Segahı müxalifdən başlayır. Başlamanız müxalifdən. Müxalifdən başladın, ama sonra gelirsən. Yəni, Mirzə Hüseyin Segahın müxalifdən başlayır. Nə qədəsin bilirsən onu? Ara gəl, Segah'a qədər bilirsən, şikəsi varsa qədər bilirsən. o yerim bilmirəm, amma bilirəm ki, mühalif hissə qədər bilirəm, ondan arkadaşım. Müxalifi oxuyabilirsin. Mühalif bilirsin, Aysa. Başqa hansı muhalif keçmirsən? Başqa, məsələn, kiçik həcmli muamlar öyrənmişəm, kəşli, dəşli öyrənmişəm, Segah öyrənmişəm, şur bilirəm. Yəni, hər hissələr, onlar o şöbədir, yəni onlardan hər muamlar hissə bilirsən. Hə, hissə. Bizim, mən bir dənə şeyində, indi siz tələbə olmuşsan, bundan ona dirasət yoxdarıb, bilirik ki, 7 neçə dənə əsas muamımız, 7 əsas muamımız var və kiçik həcmli muamlarımız var. O 7 əsas muamdan törənən, necə deyim, həcmləri böyük muamlar var, yəni oradan törənən muamlardır ki, məsələn, rastın özündən doğan Mahmud muğamı var, orta Mahmud var, Bayatı Qacar var. Yəni, bunlar rast ailəsinə daxil olan muğamlardır. Və muğamlardan törənmək kiçik həcmli muğamlardan əlavədən bizim zərb muğamlarımız var ki, onlar da hamısı bizim bu, yəni, böyük həcmli muğamlardan törənən muğamlardır. Hamısına daxildir. İndi mən burada demirəm ki, biz bütöv muğam dərsi keçək, amma nəysə öyrənəndə, lap balaca bir hissə də öyrənəndə, deməli bilməlisən ki, bu hansı muğama aiddir. Məsələn, gördüm, Mirzə Hüseyin Segahın müxalif həcmli o, Mirzə Hüseyin Segahını birinci şöbəli, müxalif şöbəsi oxuya bilərəm. Məsələn, belə deyək. Bizdə düzdür, Bayatı-Kürd biraz geç bir tədris olunur, amma Bayatı-Kürd muğamların əlifbasıdır deyərdi. Niyə deyirəm muğamlar? Kim bilir Bayatı-Kürdə burada? Kim keçir?
Görürsən, amma bir dənə o var ki, əgər mənim şey eləsə, yəni oturub bir yerdə biz necə bir icrasını, ya nəsə bir şey, yəni bayatı kürdü uşaq öyrənəndə orada xırdalıqlar var, sən keçmişsən də zaten. Bax, onun məsələn, əman, 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 bidat, əman, əman, yar, 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 əman, əman, hey, yarım hey, canım hey, yar, yar. Yəni bu xırdalıq ki var, yəni muğamların içində olan o şeyləri burada hecra ilə uşaq öyrənir ki, o gedib qatar oxusun, sonra Şahnaz oxusun, sonra o biri muğamlar oxusun. Məsələn orada ey rahat, ey rahat. Gərək bunu uşaq öyrənsin ki, keçsin o biri muğamlarda. Yəni bu ona görə mənim ustadım olub Qaraxan Behbudov, rəhmətli Qaraxan Behbudov olub, rəhmətli artist, öz adamlar. Onun da ustadı olub Nərman Əliyev. Nərman Əliyev də çox gözəl müəllim olub. Yəni biz muğamlara ixtiyarımız yoxdur ki, nəsə bəzəyə güzəl qoşalım. O bizə necə gəlirsə, biz də elə öyrətməliyik və uşaq professionallaşıb, öz üstündə işləyib, yaxşı bir oxuyandan sonra o istədiyi şey eləyə bilər toyda, zətdə, amma öyrədilməyə gələndə bir şeyin var da, necə deyil? Yox, həndəsədə necə düsturu var, bəli, o düsturdan biz gərək kənara çıxmayaq. Onun o texnikası var, o texnikanı uşaqlara düzgün verək ki, onlar nəfəs, məsələn, xanəndədə nəfəs sinə var, boğazdan var, küləkdən var, beyindən var. Onun biri işləməyəndə, ən çox da beyin səsi işləməyəndə uşaq o əziyyət çəkir, o səsi çıxarda bilmir. Və yaxud da boğazdakı səs ilişdi, yenə də. Ona görə də xanəndələr həmişə özlərinə tələbkar yanaşmalıdır. Yeməklərinə, qidalarına, su, içki, hər bir şeyə xaricdə götürürlər ki, alətlərdə, məsələn, insanların vəzifədə, çətinliyində kimsə bənnadır, ev tikir, kimsə, nə bilim, hər hansı bir şey görürlər ki, bu xanəndəlik ən çətinliymiş, çünki fısıq içdən gələn bir şeydir, orada gərək hər bir şey, beyində, təfəkkürdə, hər şey ora köklənə ki, ortalığa bir şey çıxar. Ona görə, indi adını bir yazıblar, Akşin, nə oxuya bilərsən, bir şey oxu, sən qulaq asar. İstədiyin bir, ya muğam olsun, ya təsnif olsun, ya mahnı olsun. Olan, deməli, Dilkeş muğamı Şahnazda və Rast ailəsində olur. Hər ikisində, həm Rastda, həm də Şahnaz kiçik həcmli muğamdır, Rast böyük həcmli. Hər ikisində oxunur Dilkeş. Ona görə indi sən hər hansını oxusun, bizə qəbuldur, Dilkeş oxudur. Getməyə banazinə, gözəlin bir dayan gözüm. Eşqindən mən yanan kimi, sən də bir yan görüm aman. Dərd öldürər məni, səni bir də gəl sevgilim. Hayra qeybilərlə gül boyayan gönlüm. Tək bir zaman əldən Tək bir zaman əldən sənə yafəyə toxunmasın. Daim o qara zülfü göz üstündə yan görün. Ay aman, aman aman ay. Gecələr yuxusuyum qoyursan məni. Öyrənə bilmirəm
üreysin Geceler uykusuz koymuşsan beni Öylemeyin üreysin Unutma sevdiğim güzelin seni Unutma sevdiğim güzelin seni Gel izletme benden seni silerim Sevilen sevilen deniz eşkinim Gel izletme benden seni silerim Sevilen sevilen deniz eşkinim Sen ders geçmemişsen de özün onu mesela bir yerinde kısmısına başlarıyla böyle özünü öğrenmişsen kimden okumağına kulak asıyorsan? Mən son düzdür, ilk əvvəllər mən ən çox qulaq asırdım. Məmməd Bağla, Məhəbbət Şadmova, sonradan muğammata dedim ki, bu cür muğamları mən Sabir Mirzəyevə qulaq astım. Amma gec qulaq asmışdım artıq ona. Bu muğamları tez bir zamanda mən ondan öyrəndim, Mirzə Hüseyin öyrəndim, Dilkeş öyrəndi. Yəni qulaq asın. Ona siz çox qulaq Yəni mənim asın, yanına son dövrdə qulaq gelməlisiniz. asın. Yox, bana nəyə deyirəm? Sən axşı şirin avazın var. Səs tutmaz səsdir, adama şey eləyən səsdir. Amma indi ona görə deyirəm ki, mən oxudum, bilmirəm. Ona görə bizə alət lazımdır ki, biz piyanini ilə, gitarla bilək sən hardan oxudun. Ancaq bir şey var. Mütləq ki, oxuyub bunu biləsən də, yəni oxuduğun sənin dilkeş ayağı vermədin. Ancaq oxuduğun o üslub yol, Sabir Əhməddən çox Qədir Qızıl Səsin yoluna oxşadır. Qədir Qızıl Səsin o şeyləri var idi onda. O avazı, o şirinliyi, onun o xırdalıqlar yaxşı şeydir. Özünə məxsus eləyərsən, Allah qoysa. Mən inanıram ki, sən gəlsən, Muhammed heç olmasa sənidi mən bu gün sizə burada dərs geçmək fikrim yoxdur, amma istəyərdim ki, gələsən, öyrədək ki, sən onu səliqəli ayağın. Məsələn, deli biləyə, sən köşöndən oxuyuram. Söz anlayan bir nazlı yar istər könül. Bu gəldi, oldu bir kəş. Dil bilən, söz anlayan bir nazlı yar istər könül. Laleden, güldən gözəl bir nur bahar istər könül. Ayda, ayda. Bir də inanmam ki, götürərsən də, oxuyarsan da, Allah görsə, gələcəkdə. Amma bu gündə, yəni, buna müraciət edirsən, oxuyursan, gözəl məclislərin olsun, işinə olsun, istəyərdim ki, öyrənəsən. Uğurlar. Sənin adın nədir? Hüseyin Yusuf. Kimin oxumusan, hansısa gelirsən? Aydın xanım Məhərrovana, Yuqar Müsairin tələbəsiyəm. Mustafa buradan çox təşəkkürlərimi bildirirəm. Mən də əzətləri görüşdüm. Salam verirəm Aydan xanım. Sonra, yəni onların yanına neçəsindən getmişsən? 3 il olar. Hansı musiqi məktəbidir? İncəsənət Gimnaziyasında təhsil olaram. Ləmanovda? Yox, elimlərdə. Elimlərdəkilə, Ləmanovdakı bizim yanımızda da uğurlar, nə keçmişsən? Qatar keçmişəm, Şahlar keçmişəm, Arazqar, Qarabağ şəstəsi. Canlılar? Mahnılar, belə çox mahnı keçmişəm. Hamısını sayabilirim. Biz haşiyə çıxalım. Deməli, Tosna belə bir dəyərli stolda, Yaşıl Teatrda 2005 idi, 2006 idi, bax, yanımdan çıxıb ilk məqam müsabiqəsinə başlayıb uşaqlar yadızda deməli, onda gələn Bəyim xanım idi, onda gələn Arzu Əliyeva orada, bax, beləcə mən belə stolan arxasında oturmuşam.
deməli, burada oturmuşuq rəhbət hesabı Güzeyl, mən və Qaraxan Beylidir. Bizi onları göndərmişlər, yaşatıyaqlar bizim yanımıza. Mən bax, buradan çekim yanıma görəm, dönəcəm bunlar qabaq. Mən onlara imza, kol çəkmişim. Onlar doğrudan da gözəldir. Maşallah, mən yanılmamışam ki, onlar indi xalqımızın ən gözəl nəfər sənətkarlarıdır. Hərəsi, nə qədər onlar mənim yadından çıxardıblar. Amma mən öz sənət tarixində onların öz izi var ki, yəni mən elə uşaqlara dəstək olub, onlara xeyir dua vermişəm və maşallah indi həsi edir öz sənətləri ilə həm adları var, əməkdar artistə olurlar. O gün olsun sizin də sorağınız, bax inşallah. İndi mən 60 yaşında da gəlmişəm, sizin qarşınızdayım, onda da Allaha şükür olsun, siz də gözəl bir yerlərdə olasınız. Deməli, bir səsin eşitdim, dedim, səsini dəyişən vaxtı. Necə yaşın var? 15 yaşın var. İndi olsunsa musiqi aləti burada bizi müşahid edənlərlə də olsaydı ki, olmasa oradan köç verərlər, ediyor. Sənə qatar şahmaz da bu dəqiqə sənə zirdir. Amma yolu ilə bir balaca hansını oxuya bilərsən? Aha. Gözlərin qarəsinə balam. Yusuf, sən səsi biraz yuxarı çatar. Qorxma, qorxmuzma. Gözlərin qarəsinə balam. Gözlərin qarəsinə balam. Bir neçə qurban demişəm. Qaşların tağına gülüm. Qurban yerinə can demişəm. Aman, 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 balam ey. Razı pünhanımız xəlqiclə məni faş eylədi. Bir vəfa, ay aman, ay aman, yar, ay yar. Bir vəfa, mən ki sənə sirrimi pünhan demişəm, ay yar. Ay yar, bax, bir dənə olur. Bax, indi sizə bilmirəm, bunu ay yar deyəndə o cevab olur, bayatı qacar. Bu qatar olmuş. Orada ay yar, qatarda bu. Yəni, o ay yar. Bir vəfa, aman, yar, belə. Bir vəfa, mən ki sənə sirrimi pünhan demişəm, aman, aman. Sara qədim o özü oturur bir rəhmətli. Hələ o yaşında ona bax eləyənlər də, həmişə bax, mən sırf ondan özüm də eşitmişəm. Həm də o, həmən o söz bayatı qacara daha çox və onun sözüdür. Ay yar eləmək, elə qəşəng gəldim orası, hamısını yaxşı oxuysan. İndi ay yarsız oxuyur. Bir vəfa, bir vəfa, ay aman, ay aman, yar. Bir vəfa, mən ki sənə sirrimi pünhan demişəm. Qaçma, qaçma, tələsimi bax, bu qatar nə deməkdir? Elədir ki, durnalar uçulur, gedir qatar, gedir azraylısa gedir. Qatar o deməkdir, tak, ay qatar, yox, hansı? Ay, bu həyat şurtdə də bax, nədir, onlar hecalar var, yox, hecalar. Bunların texnikası var, nəfəs yeri var. O nəfəs yeri düzgün alanda, sən o nəfəsi verəcəksin haracan. Amma nəfəs yeri düzgün olmayanda, sən yorulacaqsan. Ona görə deyilir, deyil başınadır. Bir, bax, ona ləngər bura oxuduna de görün. Bir vəfa, aman, nəfəs, aman, yenə nəfəs, yar. Bir vəfa, mən ki sənə, bir vəfa, mən ki sənə sirrimi pünhan demişəm, ay yar. Demişəm, aman ayar, aman ay yar. Vedad ay yar, ey dad, ey dad, ey dad.
oxuyacaqsan, əla. Təsnif bilirsən, nədən hansıdır bunun üstündə oxuduğun təsnif? Uluz. O bizim bilmirsən? Bir kimi hərdən. Kimsə bilir? Yox, keçmir. Onu bilirsən? Bir kimi hərdən. Qalxar göyə. Uluzunu bilirsən? Ev yox da, o cəzir şey oxutmaqsa. Mahnı da qoyarsan, qısa. Dinə bilmədim o qədər. İlk dəfə sahildə. İlk dəfə sahildə gördüm onu mən. Bəzi deməm. Pardon, istəyirsən onu? Pardon, sən rahat. İlk dəfə sahildə gördüm onu mən. Gizli bir üşütmə keçdi qəlbimdən. İlk dəfə sahildə gördüm onu mən. Gizli bir üşütmə keçdi qəlbimdən. İlk dəfə sahildə gördüm onu mən. Gizli bir üşütmə keçdi qəlbimdən. Üzünü tutmuşdu mavi xəzərə. Mən bala, səsin dəyişirsə, olmaz çox oxumaq. Bugün olsun, səsin açılsın, saxsalamaq. Bu Respublikamızda tanınan, dünyanı fərq edən səsinlə hamımız biz fərq edək. Alqışlayaq. Ne geçirdiniz? Harada? İşte. Ders edelim. Allah sağ olsun. Adı nədir güzel kızım? Nailə. Həqiqi Xədicənin başına Xədicə gəl görək. özünü təqdim edilməkdədir. Xədicə, Xanoğan qızı. 24 nömrə qonşu məktəbində Arif İsmailovun tərbiyyəsi olacaq. Neçən sinif sən? Musiqi məktəbində neçən sinif sən? Tamam, bitirmiş. Bitirmişsin hocam. Maşallah. Məsələn, işləyərindən nələr yadında qalıb, nələr bilirsən, nə toplayarsan bu gün bizə? İstəyirəm qoyduğum dərshaləyə. Baxmaya, yaxşı. Getdik. Mənə aşiqəm zirəhsən, zəfər alsan birəsən, o günə qurban olum. Canım, bir də qoy orada musiqi. Hardan müşahidə edəmsən heç? Müşahidə edəmsən? Bildiyim mahnılarda eləyərək oxuyurlar, bilmədim. Onu biraz yuxarı oxuyaq. Sən səsin çatar orada. Mən aşiqəm zirəhsən. Mən aşiqəm zirəhsən, zəfər alsan birəsən, o günə qurban olum, sən dağdan birəsən. Mən aşiqəm zirəhsən, zəfər alsan birəsən, o günə qurban olum, sən dağdan birəsən. O gülüm gəlsin ailənə, o yarım gəlsin ailənə, qapıdan olmana, birən gəlsin mənə, qapıdan gəlsin ailənə, o yarım gəlsin ailənə, qapıdan olmana, birən gəlsin Başka? Qarabağın düzü var, düzlərindən uzu var. Bir xəbərli olsa kimin ona gözü var. Qarabağın düzü var, düzlərindən uzu var. Bir xəbərli olsa kimin ona gözü var. Ayrım gəlsin ailənə, o yarım gəlsin ailənə, qapıdan olmana, birən gəlsin mənə, qapıdan olmana, birən gəlsin mənə, birən gəlsin mənə, qapıdan olmana, birən gəlsin Gözü düştü. Yaxşı. Başka muğam Peki bilirsən? ikinizin bildiği bir mahnı var mı aranızda?
müşahidə eləmək üçün. Hə, indi Arazda danışın ki, dəqiqə. Sən Arazbarı, sən muğamı keçmişsən, Arazbarı. Bildiğim mahnılardan deyib bir-ikisini. Arazbarını kim bilir? Kim geçir sən? Arazbarını söylə. Ya, muğam heç də bilmirsən, hələ keçməsən onu. Deyil, yox. Mahnı başqa? Xalqmansı, ya bəstəkar var. Anadı arzulara her zaman. Kim bilir bunlar? Sevgilim seyret şu an orada gel bilirsen. Sen nasıl hoşlanır? Ya. Yaxşı kızım. Xədicə, əla. Ama istəsən, muğam da öyrən, eşitmişəm, sazla qəşək çalırsan, maşallah olsun. Bir dənə saz çalırsan, bir aşıq mahnısı nə bilirsin? Hə. Aşıq mahnısı, Şirvan Muhamməsi. Şirvan Muhamməsi. Şirvan Muhamməsi. Baxın, görün, bir balaca elə görün. Qulaq asın. Sanmıram, yox. Yox, belə. Ara suyun arasına, ara suyun arasına, duru suyun durusuna, duru suyun durusuna, gözelerin birisine, yedi kızın birisine, durmuşam kesmesene, 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 durmuşam kesmesene, kesmesene. Niye sesi biraz da yukarı okuyabilirsen bunu. Yaxşı, oldu, səhər uğurlar. Geç otur. Sen gel. Su babanız gəlsin. Gel. Ne su? Resul, otur. Heyecanlandım. Deməli, neçə oxuyursan orta məktəbdə? Östə. Dörtdə, bəs musul məktəbdə? Sinirdən oxumuyorum. Oxumursan, Hələ yeni istəyirsən başlayıram. gəlmək, lap yaxşı. Nə mahnısı bilirsən? Qarabağ. Qarabağ. Sevgilim seyir aşklar. Aha. Kızım görün. Gösterin. Sevgilim seyret, Thank
çağırgaha dəydiyinə görə çox gözəl orada çağırgaha ayaq eləmək olur. Uşaqların o səsi çatanlar orada oxuyur. Onun adama ləzzət edir, çox xoşuna gəlir. Ona görə bu mahnı o qədər ölməz mahnıdır. Həm bizim çox fəxr yerimiz, indi şükür Allaha Qarabağ, Azad Qarabağ ölkəmiz bizim özümüzün də həmişə də özümüzün olacaq. Ona həsr olub. Həm musiqisi gözəldir, həm burada sevgah var, həm çağırgah var, hər şey var bunun içində. Ona görə bunu oxumaq həm bizim borcumuzdur, həm fəxrimizdir, həm də məsuliyyət deməkdir. Ona görə sənə təşəkkür edirik, çox sağ ol. Amma mütləq məktəbə gəlsin, söyləmədim, onu söyləyək, nədə müsül məktəbə gəlsin. Qızımız da sağ olsun, köməkləri bir yerdə əmələ getirdik. Şəhərlə hələ ki vaxtda var, sizlərdən yeni bir mahnı olmaq istəyirsinizsə, bəlkə telefon rəyinə. Güzel. Sen bir digər bir şey oxumayan güzel. Ne istəyirsən? Hansı istəyirsən? Yox, heyecan yoxdur, orada heç nə yoxdur. Mən çox istəyirəm, o kula kimi balamızdır. Gəl yüz var işte. Efirdə düşkünən geç otur, geç görür. Nəyə oxusan bizə qulaq asacaq. Ona ürəyindən gələn hansını istəyirsən? Nə mahnısı bilirsən? Çox məmnunum. Bir gün nasıl Ne istəyirsən? gibi bilirsən onu? Qısa oldu, yox, nə qədər istəyirsən? Musiqi çalın, sənin üçün çalmayacaq. Elə nağan ilə vurarıq sənin üçün. Hansı mahnını yadla sal, birini oxuyun. Hoşumuza gitmişsən, hoşuma gələn, sən hoşuma gəlsin. Və sən xoşladığın bir mahnı oxuyursun. Azərbaycan. Aha, Özün kimi vüqarlıdır uzaq dağların, üzünə bir yaraşıdır yaşıl bağların. Bizimlə bir başlamışdı güzel çağların, yurdum yuvam məskənim sən Azərbaycanım, anam doğma vətənim sən Azərbaycanım. Yurdum yuvam məskənim sən Azərbaycanım, anam doğma vətənim sən Azərbaycanım. Ana verəz. El bilir ki tükənməyə sərvətin vardır, sinən üstün alqallıdır, gen tarlalardır. Burulların göy xəzərdə qatar qarlardır, yurdum yuvam məskənim sən Azərbaycanım, anam doğma vətənim sən Azərbaycanım. Yurdum yuvam məskənim sən Azərbaycanım, anam doğma vətənim sən Azərbaycanım. Azərbaycanım. Demək deyimi? De görək, bir yerdə deyək. Azərbaycanım. Bir yuxarı. Azərbaycanım. Oldu, çok teşekkür. Maşallah, teşekkür. Stat təsviridir, sağ olmayın. Heyecanı necə aradan götürdü, göstərdin. Gördün heyecanla bak bir şey yapıyor. Gördün mü gece? Bu bizim bəstəkar mahnılarımız çox qəşəng. Məsələn, uşaqlara mən öyrədirəm. Dörd dost, dörd ürək, dörd yoldaşı biz, bir arzumuz, diləklərimiz. Hər gün suları biz yara yara, dedirik biz buralar. Ayrılmaz dostlarım biz, tükenmezdir ümmetimiz. Karşımızda baş eğik, mavi dağların deniz.
gəlsin. Məsələn, qrup kimi də onu oxuya bilərlər. Biz o məktəb dərsində öyrədirlər həmin mahnıları. Biz özümüz o qədər sevirdik. Musiqi məktəbi, musiqi dərslərində bunları keçirirlər, orada məktəbdə sizləşir. Çox Yox, indi başqa ətraflı şeylər yazırlar. Əvvəllər, məsələn, uşaqlara yığılan bu şəhriyyət, şahlar, belə mahnılar var idi ki, uşaq mahnıları. Deyirlər, uşaq mahnısı yoxdur, var. Sadəcə müraciət edir, onu ortalığa çıxartırlar. Bədətlərli mahnıları var. Gözəl, bizim Azərbaycan mahnıları doğrudan da o qədər çox mənalı, çox məzmunlu, ondan sonra geniş müştülən, amma hər bir xalqın xoşuna gələn musiqilərimiz var. Mən inanıram və sizlərə güvənirəm, hamınıza uğurlar arzulayıram, Sara xanım, bir daha uşaqların, bizim indi bu günləri bu məktəbdə bu istedadlar Akademiyası layihəsində gördüyüm və görmədiyim tərəfləri də var bunun. Mən sizə minnətlərim ki, yığırsınız, qayğı göstərirsiniz və mən də hər zaman doğumuzda hazıram. İstəyirəm ki, doğrudan da istedadı olan, doğrudan da gül kimi bizim Azərbaycan balalarımız, oğlan, qız fərqi yoxdur. Hər sahədə istedad olan, mən bilirəm, burada siz onlara şərait yaradırsınız. Bizim də vəzifəmiz sizləri öyrətməkdə. Həmişə mənim sizə qapım, üzüm, olan dərsimiz, hər şey açıqdır ki, kim istəyirsə gəlsin, mənim borcumdur sizə öyrətmək. Mən fəxr edirəm, bugün sizləri gördüm, görüşdüm, sevdim və sizin kimi bizim gəzlərimiz var. Var olun, qapılar, yollar, uğurlar həmişə sizlə açıq olsun, şansınız bol olsun, Rəbbim sizləri qorusun. Səsiniz də daim zirvələrdən gəlsin. Siz də ki, zaten maşallah bu sənətdə neçə ildir əziyyət çəkirsiniz, inşallah zəhmətin bəhrəsini görəsən. Öyrənmək hər zaman, indi də öyrənirik, qəbul edilənə qədər öyrənməliyik. Hər hansı sahədə olursa olaq, o ən gözəl ibadətdir öyrənmək. Sənə də uğurlar arzulayıram, nə vaxt istəsən, nə suallarım olsa, mən qulluğunuzda hazıram. Eləcə də bu gözəl balalarımıza. Sağ olun, Sərman. Siz çox sağ olun, Maya xanım, ki, dəvətimizi qəbul edədiniz. Bu gözəl layihənin icrasına bizə yaxından dəstək oldunuz. Düşünürəm ki, bugün biz insan 5-dən qəbul edincə öyrənməlidir. Düşünürəm ki, nə qədər çox bilirik desək də, bugün də bir çox şey öyrəndi gənclərimiz sizdən. Və bu bir tarixə düşdü, belə deyim. Yəni, illər keçəcək, bəlkə Rəsul da nə vaxtsa deyəcək ki, belə fəxrlə, qürurla deyəcək ki, mən Maya müəllimlərin ustad dərsində olmuşam, onun müəyyən dərslər öyrənmişəm. Bəlkə də bundan sonra davamlı nəsə öyrənmək istəyəcək. Və inşallah dərsin sonunda mən xahiş edəcəm ki, bütün bugünkü dərsin iştirakçıları hər biri birlikdə bir vətənpərvər ruhda mahnı ifa edəsinlər. Amma hələ ki, bizim Orxan müəllim və Naibə qızımızdan bəlkə bir gözəl mahnı da onlardan alaq, ondan sonra birlikdə yekunlaşdırarıq. Boş
bir yerdə Yaşa Azərbaycan oxuyaq. Siz bəlkə ora çıxarsınız, onlarla başınıza bir toxanlar.